Hazırda İranda xalq etirazları gündən-günə genişləndikcə rejim də ölkəyə siyasi nəzarət imkanlarını itirir. Bu prosesi Azərbaycan saatında az qala hər gün diqqətdə saxlamağa, kanalın abunəçilərini və izləyicilərini hər gün məlumatlandırmağa çalışırıq. Bir qayda olaraq İran hakimiyyəti də bu cür etirazlarla qarşılaşanda kütləvi zorakılığa və misli görünməmiş qəddarlığa əl ataraq cəmiyyəti sustura, etirazları qan içində boğa bilirdi. Lap yaxın keçmişdə 2022-ci ildə Məhza Əmininin öldürülməsindən sonra baş qaldıran xalq etirazları zamanı 500-dən çox adam öldürülmüşdü. Aksiyalarda iştirak edən 15 min nəfərə qədər şəxs isə həbs edilmişdi. Bu dəfə isə situasiyanı mürəkkəbləşdirən və İran hakimiyyətinin əl qolunu bağlayan ABŞ-dan gələn sərt xəbərdarlıqlardır. Trump və onun yaxın adamı hesab olunan senator Grim ənənəvi diplomatik çərçivədən kənara çıxaraq çox açıq şəkildə bildiriblər ki, əgər ayətullahlar etirazçıları öldürəcəklərsə, ABŞ da onları öldürəcək. Bu qədər aydın və kəskin xəbərdarlığı yəqin ki, heç kim gözləmirdi. Fuad Qəhrəmanlının şərhini təqdim edirəm. Venezuela'da Maduro'nun ələ keçirilməsindən sonra özgüvəni daha da artan Trump'ın bu bəyanatı mollalar üçün sadəcə sözdən ibarət hədə olmaqdan daha çox havaya qalxmış əlin real xəbərdarlığı kimi görünür. Bu yüzdən də İran hakimiyyəti genişlənən xalq etirazları qarşısında özünün bütün zorakılıq imkanlarını və vasitələrini tətbiq etməkdə hələ ki tərəddüd edir. Təbii ki, etiraz edən cəmiyyət də hakimiyyətin Trump qorxusunu və tərəddüdlərini hiss etdiyi üçün öz tələb və narazılıqlarını daha sərt formada ifadə etməyə, hətta təhlükəsizlik qüvvələri ilə qarşı durmaya meyl edir. Bu baxımdan bugünkü aksiyaları əvvəlkindən fərqləndirən cəhət, etirazçıların hakimiyyət orqanlarına və təhlükəsizlik qüvvələrinə fürsət düşən kimi hücum etməsidir. Ona görə də İrandakı etirazlar sadəcə küçə nümayişləri olmaqdan çıxıb, yerlərdə hakimiyyət orqanlarının binalarını yandırmaq, rejim simvollarını təhqir etmək, ələ keçirilən təhlükəsizlik qüvvələri nümayəndələrinin linç olunması kimi daha sərt hərəkətlərlə müşayiət olunur və ixtişaşlara çevrilir. Əgər proses bu templə davam edərsə, ixtişaşlar bütün ölkə boyu yayıla və ölkə tam bir xaosa düçar ola bilər. Ancaq Trump administrasiyasının bəyanatlarından da görünür ki, ABŞ hansısa mərhələdə İrandakı proseslərə birbaşa daxil olmaqla bağlı daxili qərar verib. Ola bilsin ki, Trump prosesi İran xalqı ilə birlikdə yekunlaşdırıb qələbə çələngini almağa iddialıdır. Əgər Venezuela'da olduğu kimi işin içində bir də İranın nəhəng neft və qaz ehtiyatları varsa, o zaman Trump'ın qətiyyətli addımlar atmaq ehtimalı daha da artır. Həm də görünür ki, bu dəfə İsrailin İran cəmiyyətindəki mənfi imicini nəzərə alaraq Netanyahu bir qədər arxa plana çəkilib. Əslində İran rejimi çox istərdi ki, indiki halda Trump'ın yerinə Netanyahu onları hədələsin. Ancaq bu olmadığına görə Molla hakimiyyəti ənənəvi siyonist xarici düşmən kartından istifadə edib cəmiyyəti sakitləşdirə, öz ətrafında birləşdirə bilmir. Mollalar bu vəziyyətdə ideoloji baxımdan tərksilah olublar. Trump'ın hədələrinə isə İran cəmiyyəti xarici düşməndən gələn təhdid kimi deyil, əksinə gözlədikləri kömək kimi baxır. Təsadüfi deyil ki, bayraq da daxil olmaqla hazırki İran simvollarını təhqir edən etirazçılar Trump'ın adına küçə vermək qədər onu özlərinə yaxın bilirlər. Bu məqamı da mütləq qeyd edək ki, xalq və hakimiyyətin bir-birinə bu qədər nifrət etdiyi bir şəraitdə ABŞ-ın dini hakimiyyətin ali rəhbər heyətini və güc strukturlarını məhv etməyə yönəlik müdaxiləsi rejimin əlbəttə süqutu ilə nəticələnə bilər. Ona görə də bu dəfə İrandakı proseslərin inkişafı vektorlarını dəyərləndirərkən xarici müdaxilə faktorunu da nəzərə almaq lazımdır. Bu da o deməkdir ki, Azərbaycan hakimiyyətində az da olsa dövlətçilik maraqları və düşüncəsi varsa, cənub qonşumuzda gedən proseslərin inkişafı ilə bağlı mütləq hər tərəfli dərin strateji planlaşdırma aparılmalı və İranın parçalanması variantında
Güney Azərbaycan türklərinin öz tarixi torpaqlarından bir qarış da olsun güzəşt etmədən milli müqəddəratını təyin etməsi üçün lazım olan bütün işlər görülməlidir. Yeni dünya düzəni və ya düzənsizliyi avtoritar rejimlərə indi nələr vəd edir? Razılaşdırılmış oyun qaydalarının olmadığı, gücün əhəmiyyətinin artdığı, beynəlxalq hüququn tənzimləyici rolunun zəiflədiyi bir dünyada avtoritar rejimlər özlərini daha mı rahat hiss edəcəklər, yoxsa necə? Hələ ki, avtoritar rejimlər beynəlxalq hüquq və ondan doğan öhdəliklərin təsir və rolunun zəifləməsini razılıqla seyr edirlər. Bu məsələdə Azərbaycan hakimiyyətinin də məmnun olduğu aydın görünür. Hesab edirlər ki, bundan sonra ölkə xaricindən səslənən demokratiya tələbləri də azalacaq və ona görə də daxili siyasətdə avtoritarizmi gücləndirmə imkanları daha da artacaq. Ancaq siyasətdə dəqiq elmlərdən fərqli olaraq bir çox hallarda qeyri-səlis məntiq keçərli olur və paradokslarla hər zaman qarşılaşa bilir. Əvvəlcə onu deyək ki, əvvəlki dünya nizamının dağılması, beynəlxalq problemlərin müzakirə və həlli üçün platforma rolu oynayan təşkilatların rolunun zəifləməsi gətirib ona çıxara bilər ki, dövlətlər bundan sonra öz maraqlarını güc və iqtisadi təzyiq üsullarından istifadə edərək təmin etməyə çalışacaqlar. Belə şəraitdə kiçik dövlətlərin suverenliyini qoruyan beynəlxalq hüquq işləmədiyi üçün böyük güclər də onlara asanlıqla müdaxilə etmə imkanı əldə edəcəklər. Belə bir vəziyyətdə rəqabət aparan böyük güclərdən birinin xeyrinə seçim etmək zorunda qalan kiçik ölkələrin avtoritar rejimləri digər tərəfin müdaxiləsinə daha açıq hala gələcəklər. O zaman geosiyasi rəqabətdə narazı tərəf əgər böyük demokratik dövlətlərdən biri olacaqsa, həmin kiçik avtoritar ölkədə demokratiya və azadlıqlar məsələsinin gündəmə gətirilməsi Venezuela və İran nümunəsində olduğu kimi birbaşa və dolayı müdaxilə riski yaratmış olacaq. Yəni artıq ənənəvi dişsiz demokratiya çağırışları yerinə bu dəfə demokratiya eqidası ilə açıq və ya qapalı məcbur edici vasitələrin tətbiqi gündəmə gəlmiş olacaq. Yox, əgər narazı tərəf Rusiya və Qərbə qarşı olan böyük dövlətlər olacaqsa, bu halda onlar da daxildə narazı cəmiyyət tərəfindən dəstəklənməyən avtoritar hakimiyyətləri güc yolu ilə təhdid etməyə çalışacaqlar. Çünki bugün Venezuela və İran örnəyi bir daha onu göstərir ki, əgər xalq hüquqsuzdursa, əzilirsə, ağır sosial problemlər qarşısında çarəsizdirsə, o zaman o ölkəni idarə edən avtoritar hakimiyyət daxildə nə qədər sərt olursa olsun, xarici müdaxilə qarşısında ölkənin müqavimət potensialı bir o qədər də zəif olacaq. Göründüyü kimi hazırda dünya nizamının pozulması və gücə istinadən kəskinləşən beynəlxalq rəqabət şəraitində demokratiya tələbi həm də geosiyasi şərtlərə uyğun olaraq böyük dövlətlərin siyasi marağı şəklində gündəmə gələ bilər. Bu halda avtoritar rejimlər də az öncə izah etdiyimiz səbəblər üzündən yeni oyun qaydalarına görə daha çətin müdafiə olunacaqlar. Digər tərəfdən isə avtoritar rejimlər hər nə qədər öz xalqlarının nifrət və qəzəbini sustursalar belə xalq dəstəyi olmadığı üçün Rusiya kimi daha böyük avtoritar güclərin də qarşısında daxildə xalq dəstəyindən məhrum olduqları üçün zəif durumda qalacaqlar. Demək ki, bundan sonraki yeni beynəlxalq şərtlərdə öz xalqının dəstəyinə və seçiminə arxalanan kiçik ölkələrin demokratik hakimiyyətləri kəskin geosiyasi rəqabət mühitində özlərini daha təhlükəsiz və dayanıqlı hiss edə biləcəklər. Son olaraq İran nümunəsi bir daha onu göstərir ki, uzun illər ərzində zorakılıq yolu ilə hətta bütün tənqidi fikirləri boğub totalitar idarəçilik kursan da və bütün alternativləri sıradan çıxarsan da yenə də xalqı allatmaq, onun nifrət və qəzəbinin qarşısını almaq mümkün olmur. Ona görə də Azərbaycan hakimiyyəti də ölkədə sosial-iqtisadi göstəricilərin getdikcə ağırlaşdığı bir şəraitdə müxalifəti hədəf seçməklə düşünməməlidir ki, bununla özünə daimilik qarantiyası əldə edir. Çünki onsuz da beynəlxalq çağırışlara məhəl qoymayan zorakı rejimlər xalqların dözüm həddini elə tükəndirirlər ki,
Onlar üçün ən böyük təhlükə ilə əzilmiş və qorxudulmuş xalqın içində illərlə yığılmış qəzəb və nifrətin bir gün partlaması ilə meydana çıxır. Bu gün xalqın qəzəbi ilə çalxalanan İranda ki, AXCP və Əli Kərimli yoxdur. İranda isə dəyərli izləyicilər, gerçəkdən və sözün həqiqi mənasında təşkilatlanmış, bütün ölkə üzrə strukturlaşmış siyasi təşkilatlar yoxdur. Amma adətən orta hesabla götürsək, hər 2-3 ildən bir bütün İranı etiraz dalğası bürüyür və xalqın mübarizə, sabahı üçün gün ağlamaq ovqatını diri saxlayır. Bu məsələ məncə millətin öz müqəddəratını həll etmək üçün gələcək perspektivi əsas istiqamət olaraq seçməsi, buna vərdiş etməsi də müstəsna əhəmiyyət daşıyır. Keçmişinə top tüfənglə deyil, ağılla baxan, sabahı üçün məsuliyyət daşıdığına inam bəsləyən xalqların nəzərdə tutduğu, can atdığı həmin o sabahlar isə yetişir, mütləq yetişir.